Bismillah, selamun aleyküm əziz müsəlmanlar. Keçən dərsin 10-cu dərsin mətnini bitirdik. İndi isə çalışmalarını bugün çalışacaq işləyək. Birinci çalışmamız deyir ki, Əcib anil əsələtil ətiyəti gələn suallara cavab ver. Burada şərt o deyil ki, mətnlə eyni olsun. Özümüzdən də cavab verə bilərik. Əsas məqsəd deməli tələbənin cavab verməyə çalışmasıdır. Yəni nəsə cümlə qurmağı öyrənməsidir. Birinci sual: Məsmukə, sənin adın nədir? Cavab verə bilərsiniz. Məsələn, ismi filan. Məsələn, min eynə əntə, sən haradansan? Deyə bilərsiniz. Ənə min Ədərbaycan. Məsələn, ənə min Türkiyə və yaxud da deyə bilərsiniz. Ənə min hər hansı bir zonanın adını çəkə bilərsiniz. Mə lüğətukə, sənin dilin nədir? Deyə bilərsiniz. Lüğəti Ət-Türkiyyətu. Məsələn, mənim dilim türk dilidir. Və yaxud da lüğəti deyə bilərsiniz. Əl-Ərəbiyyətu. Mənim dilim ərəbcədir. İngiliziyyətu, rusiyyətu. Sözün sonuna iyyətu artırdıqda, məsələn, hər hansı bir söz, sözün sonuna iyyətu artırırsınız. Onu buradan yazmaqdansa biraz aşağıdan yazaq, yerdə olsun. Hər hansı bir söz. İyyətu. Məsələn, indi ölkəmizdə olan xalqlardan deyək. Məsələn, bizdə Talış xalqı var, Ləzgi xalqı var, Tat xalqı var, başqa müxtəlif xalqlar var. Məsələn, deyə bilərik, lüğəti Əl-Ləzgiyyətu, lüğəti Talişiyyətu və yaxud da lüğəti Tətiyyətu. Məsələn, həmən o xalqın sözün əvvəlini artırırıq və dil əmələ gəlir. Bəli. Deməli, eynə əbukə. Deməli, sənin atan haradadır? Deyə bilərsiniz ki, əbi, məsələn, fil beyti, əbi fil əməli. Əməl sözü yoxdur. Mədəni kitabında hələ keçməmişik. Əməlun iş deməkdir. Deməli, əbi fil əməli. Atam işdədir. Məsələn. Eynə ummukə deyə bilərsiniz. Ummi fil mətbəxi. Məsələn, mətbəxdədir. Ələkə əxun, sənin qardaşın varmı? Deyə bilərsiniz ki, nəam li əxun vahidun. Məsələn. Bəli, mənim bir qardaşım. Və yaxud da ki, lə mə li əxun. Mənim qardaşım yoxdur. Sonra, ələkə uxtun, sənin bacın varmı? Deyə bilərsiniz. Nəam, bəli, li uxtun vahidətun. Vahidun yox, çünki o kişi cinsinə aiddir. Vahidətun, bəli, mənim bir bacım var. Və yaxud da deyə bilərsiniz ki, lə mə li uxtun. Xeyr, mənim bacım yoxdur. Əindəkə səyyəratun, sənin maşının varmı? Nəam, indi səyyəratun. Bəli, mənim maşınım var. Və yaxud da ki, lə mə indi. Qarşısına bir dənə mə artırırıq. Lə yox deməkdir. Ondan sonraki mə indi yoxdur deməkdir. Yox, mə indi yoxdur. Mə indi yoxdur mənim səyyəratun maşınım yəni. Əindəkə dərracətun. Nəam, indi dərracətun. Və yaxud da ki, lə mə indi dərracətun. Əindəkə qələmun, sənin qələmin varmı? Buna da artıq eyni şəkildə cavab verə bilərsiniz. Əindəkə dəftərun, dəftərin varmı? Sonra, əbukə təcirun, sənin atan tacirdirmi? Deyə bilərsiniz ki, nəam, əbi, mənim atam təcirun, tacirdir. Və yaxud da bilərsən ki, lə əbi mühəndisun və s. Və yaxud da müdərrisun. Mühəndis, müdərris də müəllim. Min eynə Muhammedun. Muhammed haradandır? Deyə bilərsiniz ki, Muhammedun min, deyək ki, min Əlmaniya. Muhammed Almaniyadandır. Mə lüğətuhu, onun dili nədir? Deyə bilərsiniz. Lüğətuhu, onun dili Əl-Əlmaniyyətu. Əl-Əlmaniyyətu, Almancadır. Və yaxud da ki, Fəransiyyətu. Və yaxud da Əl-İngiliziyyətu, Rusiyyətu və s. Eynə əbuhu, onun atası haradadır? Əbuhu fi, məsələn, fi Paris. Məsələn, Parisdədir. Və yaxud da əbuhu fi Berlin. Atası filan yerdədir. Eynə ummuhu, onun anası haradadır? Ummuhu
fi Paris eydan. Anası da həmçində Parisdədir. Min eynə Həmzətu. Həmzə haradandır? Həmzətu min məsələn İndonesiya. Həmzə İndoneziyadandır. Mə lüğatuhu. Lüğatuhu onun dili nədir? Lüğatuhu el-İndonesiyyətu. Onun dili İndoneziyadır. İndoneziya dilidir. Eynə əbuhu. Onun atası haradadır? Əbuhu fi məsələn Jakarta. Atası Jakarta şəhərindədir. Eynə Zeynəbu. Zeynəb haradadır? Zeynəbu fi məsələn fi Kürdəmir. Məsələn Kürdəmirdədir. Eynə zəvcuhə. Onun həyat yoldaşı haradadır? Deyə bilərsiniz. Zəvcuhə fi Xankəndi. Məsələn Xankəndidədir. Əzəvcuhə müdərrisun. Onun deməli həyat yoldaşı müəllimdirmi? Deyə bilərsiniz. Nəəm zəvcuhə müdərrisun. Bəli, onun həyat yoldaşı müəllimdir. Və yaxud da ki, lə zəvcuhə deyə bilərik. Məsələn, mühəndisun və yaxud da imamun. Hər hansı bir peşə işlədə bilərik. İndi keçdiklərimizdən peşələr arasında qalsa çoxdur, lakin biz öz söz ehtiyatımızdan istifadə edirik. Yəni keçdiklərimizə əsasən 10 dərsin içində elə də çox peşə ixtisasatı verilməyibdir. İnşallah gələcəkdə bu mövzuya da toxunacaq Allahın izni ilə. 56-cı səhifəni bitirdik. Növbəti dərsimizdə 57-ci səhifə ikinci çalışmanı edərik. Allah asanlaşırsın, faydalı elm nəsib eləsin. Əssəlamu aleykum və rəhmətullah.